Bismillahirrahmanirrahim. Elhamdülillahi vaxtı və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Deməli, biz bu namazdan sonra olan vaxtda istəyirik bəzi faydalar keçək. O da şeyxlərin bəzi suallara cavablarıdır. Və şeyxlərə də suallar elə suallardır ki, mühüm suallardır, hansı ki, bugün ümumiyyətlə gəzir arada və şeyxlər də rahiməhumullah o suallara aydınlıq getirirlər. Və təbii ki, onlar elə suallardır ki, o suallara aydınlıq getirmək lazımdır. Çünki çoxsu belə məsələlərdə bilmirlər və bilməməzliyindən elə mövqe seçirlər ki, o mövqe əhlüsünnə düzgün gəlmir. Ona görə insan birinci əqidəni öyrənməlidir. Əqidə sənin mövqeyi öyrədir. Yəni, sən hansı mövqeydə olmalısan. Əqidəni bilməyəndə bilmirsən. Əqidəni bilməyəndə mövqeyi necə tutursan, çoxluq nə edir, onu eləyirsən. Və ya xoşva hansı gəlir, onu eləyirsən. Və ya kimsə Quran sünnədən və ya ayn bir dənə hərfi desə, ki, ərəbcə bilir, artıq qulaq asırsan. Amma əqidə, əlhamdülillah, biləndə sabit olsan. Çünki bilirsən ki, bu bizim mövqeyimizdir, nə olsun, mövqeyi dəyişmək olmaz. Elə məsələlər var. Və şeyxə də sual verirlər, Şeyx Muqbilə, dedi ki, Şeyx Muqbil Yəmən alimlərindən biri idi və böyük alimlərdən biri idi. Yəni, elə bir ki, Şeyx Muqbili həmişə adın Şeyx Bin Bazla, Şeyx Hüseyminlə, Şeyx Albani ilə çəkirdilər. Yəni, bu dördüncü gedirdi elə bir sırada. Yəni, subhanallah, öləndə də elə tərtiblə öldülər. Birinci Şeyx Bin Baz getdi, sonra Şeyx Albani, yəni tərtiblə. Sonra Şeyx Hüseymin, sonra Şeyx Muqbil, rahiməhumullah. Yəni, 10 ilin içində dördü də getdi. Lakin, əlhamdülillah, böyük işlər qalıb, xüsusən Şeyx Muqbilin Rasul sallallahu aleyhi ve sellem yolu üçün, sünnə üçün böyük xidməti var Yəməndə. Özü də Şeyx Muqbil şiyə idi, yəni Zeydi təriqətindən idi, qabaq. Lakin Allah subhanət hələ hidayət verir və əhlüsünnə böyük alimlərinə olub. Müasir vaxtda, indiki zamanda. Və əlhamdülillah o əlindən nə qədər səbəb olub Zeydilər, əhlüsünnə və cəmanı qəbul ediblər. Yəni əhlüsünnə və cəmanı gedəsin. Və şeyxə indi o şeyxə sual verirlər, deyirlər, hakim məsələsində, bu hakim, bu dövlət başçısı barədə. Və şeyx də rahimullah, biz təbii ki, gün orta namazında bunu dedik, lakin qardaşların çoxsu yox idi. Biz çalışacaq gün orta, bir də axşam gün orta keçdiyimizi təkrarlayaq. Yəni, hamısı bilsin biraz. Çünki məsələ aydınlıq gətirmək çox faydalıdır. Və şeyx buyurur ki, rahimullah cavabında, bu hakim məsələsi ən müasir məsələlərdən, yəni indiki zamanda ən böyük müşkül məsələlərdən biridir. Yəni çoxsu müsəlmanları bu məsələyə giriblər və salıblar bu məsələyə. Və lakin şeyx deyir ki, rahiməhullah, eybi hakimdə yox, məhkumda axtarmaq lazımdır. Məhkumda. Çünki hakimin eybi məhkuma bağlıdır. Məhkumda eyb varsa, hakimdə də olacaq. Çünki Allah subhanət hələ Quranda buyurur ki, və bu ayət dəlildir ki, Allah subhanət hələ cəmaata görə hakim yollayır. Ənam surəsi 129. Və kəzəlikə nüvəl bə'dəl zalimin bə'dən bimə kənu yəksibun. Yəni, biz, Allah subhanət hələ buyurur ki, biz bəzi zalimlara, onların günahlarına görə, onların əllərlə nə etdiyi günahlara görə zalimi hakim edərik. Aydındır, bu ayət dəlildir ki, Allah subhanət hələ hakimi cəmaata görə yollayır. Və ən böyük zülm də nədir, qardaşlar? Ən böyük zülm şirkdir. Bəzilər deyir ki, maaşlar azdır. Dünya adamları, onlar ki, ən böyük zülm nədir? Maaşın azdır, onun tükanı var, mənim yoxdur. Onun leksusu var, mənim yoxdur. Nə bilim, o vəzifədədir, mən keçəmirəm, mən gömrükdə çox alırlar. Onlar üçün budur zülüm. Amma biz möminlər üçün
ən böyük zülm nədir? Ən birinci şirkdir. Yəni, o qeyd etdikləri o dünyavi məsələlər, bu məsələnin yanında heç nədir əslən. Yəni, gör, insanlar necə uzaqlaşıblar ki, dini əsaslardan, tam o şirin zülm görürlər, amma şirkdən heç zülm görmür. Ona görə ən böyük zülm şirkdir. Ona görə Luqman əleyhissalam öz oğluna dedi ki, İnnə şirkə lə zulmun azim. Yəni, şirk ən böyük zülmdür. Ona görə bu pirlər, bu və s. obyektlər, bunlar hamısı, qardaşlar, nələr orada baş verir, orada bidətlər, şirklər və s. Belə ab-ı havada, yəni hələm tamojla danışmaq aydındır. Yəni, həli şeyləri qoyub tamojla danışmaq düzgün deyil. Yəni, həli olanda tamojla həli olur da. Aydındır. Həli olanda həli olur. Çünki sən əgər şirk edirsənsə, heç bilmirsən, şirk maraqlandırmırsənsə, sənə dünya maraqlı həli olacaqdır. Aydındır. Ona görə Şeyx Rahimullah buyurur ki, eyb bir dənə hakimdə yox, məhkumlarda axtarmaq lazımdır həmçinin. Yəni, hakimin eybi məhkuma bağlıdır. Və Allah Subhanahu Taala da insana görə, cəmaata görə hakim yollayır ona. Və sonra Şeyx Rahimullah buyurur ki, təbii ki, Şeyx deyir ki, Rahimullah, təbii ki, bunun islah yolu, bunun dəyişiklik yolu, inqilab deyil. Aydındır, inqilablar deyil. Çünki bu metoddan, bu üslubdan artıq istifadə ediblər tarixdə fikir versək. Əgər hakim belə olanda nəsə, istifadə ediblər. Lakin heç bir nəticə verməyib. Əksinə ancaq zərər verib. Və xüsusən də orada yaşayan müsəlmanlar üçün, əhali üçün. Çünki Şeyx buyurur ki, Rahimullah, yəni bir şey eləyəndə oradakı müsəlmanları nəzərə almalısan ki, onlara zərər olmasın, onların həyatına xəsarət toxunmayasın və s. və s. Ona görə Şeyx Rahimullah buyurur ki, Şeyx Muqbil Rahimullah, onlar ki, daimən hakim danışırlar, o hökmallah, onları Şeyx Rahimullah rafizələrə oxşadır. Deyir ki, onları rafizələrə oxşadıram mən. Yəni, Şeyx Muqbil Rahimullah. Çünki deyir ki, rafizələrlə də oturanda hər bütün ayələri Əli ibn Əbi Talibə aid edirlər. Yəni, biri deyir ki, Quranda 2000, özü 2000 dənə, heç olmasa 2 dənə deyir, 26 dənə. Deyir, 2600 dəfə Əli ibn Əbi Talibə adı çəkilib. Yəni, Quran-ı Kərimdə bir dənə Zeydin adı çəkilib sahabələrdən. Heç Əbu Bakr adı da yoxdur, Ömərin də, Osmanın da. Yəni, özü 2000, özü də 600 dənə. Bu əcaibdir. Aydındır. Şeyx də deyir, bunlara oxşadır ki, bunlar da nə danışırlar elə, gətirirlər hakimiyyə məsələsinə. Hətta görürsən, təyəmmümdən danışır, görürsən, sonu nədir? Gətirdi hakimiyyətə. Yəni, özünüz də əgər kim o əcaiblər, bidət əhlini azmışlar, görüblərsə, yəni, görürsən, söhbət başlayır, keçir. Tamamən, görürsən ki, başlayır söhbətə, hökm sonra deyir ki, nə üçün qamətin cipi var? Görürsən ki, bu məqsədi başqa şeydir. Bu, elə belə bəhanə gətirdi ki, hökm Allah azal. Yəni, görürsən, məqsədi tamamən aydın başqadır. Və sonra Şeyx Rahimullah buyurur ki, bir şey nəzərə almaq lazımdır. Şeyx ciddi bir məsələyə toxunur. O da deyir ki, baxmaq lazımdır ki, ölkədə əgər müsəlmanlar çoxluqdursa, məsələn, Şeyx misal çəkir. Məsələn, Suriya, İraq, Cəzair, Libiya, Ədən, yəni Yəmən, aydındır. Yəni, Şeyx gətirdiyi ölkələri qeyd edirəm. Deyir ki, Şeyx Rahimullah buyurur ki, buranın əhalisi çoxsu müsəlmandır. Və inqilablar və s. indi hal-hazırda ki, təbii ki, Şeyx bunu danışanda ələm Amerika fitva verməmişdi inqilablara, aydındır. Yəni, Şeyx gör, o vaxt ələm, belə şeylər başlamamışdı. Şeyx gör nə deyir? Deyir ki, belə şeylər əslən, deyir, əli şeylər eləyəndə çox var, oradakı müsəlmanlar zərər olur, dəyir. Oradakı müsəlmanlara. İndi, məsələn, götür Libiyanda, nələr baş verir? 2 yeri bölüblər ölkəni, qırırlar bir-birlərin. Bunların əskərini tutanda yarı bölürlər 4 yerə. Bunlar da bunların əskərini tutanda yarı bölürlər 4 yerə. İkisi də müsəlmandır.
Amerikanlar da oradan danışır ki, insan hüquqlarını qorumaq lazımdır. Aydındır. Sonra qardaşlar, yəni Şeyx Rahimullah buyurur ki, mütləq oradakı müsəlmanların nəzərə alması ki, zərər olmaz. Çünki Allah Subhanahu taala Şeyx bir dənə mühüm məsələyə toxunur burada. Çünki Allah Subhanahu taala Məkkənin fəthinə icazə vermədi ta o vaxta ki, oradakı zəif müsəlmanlar çıxmayınca. Ta o vaxta ki, orada müsəlmanlar var idi, ora hücumu oranı qadağan elədi. İcazə vermədi ki, zərər olar oradakilərə, oradakı müsəlmanlara. Ona görə Allah Subhanahu taala da Quranda buyurur ki, Fəth surəsi 25-ci aya. Fəth 25. Və ayə uzundur, axırda buyurur ki, لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذ۪ينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا عَلِيمًا. Yəni, bu Məkkə əhli üçündür. Deyir ki, əgər Məkkə müşriklərindən danışır ayədə, deyir, əgər biz oradakı zəifləri, zəif müsəlmanları ayıra bilsəydik, onlara dəhşətli əzab verərdik. Fikir versən, və şeyx də deyir ki, Rahimullah bu ayədə nəticə çıxardır alim. Ona görə deyir ki, Allah Subhanahu taala Məkkənin fəthin gecikdirdi, orada bəzi müsəlmanların qalmağına görə. Və deyir ki, necə indi o cəmiyyətlərdir ki, müsəlmanlar çoxdur, onları nəzərə almayıb, kimsə inqilab eləyir, kimsə haransı patladır və s. Deyir ki, Şeyx Rahimullah Şeyx buyurur ki, bəli, ola bilər kommunistlərlə, hansı müsəlmanlar cahillərindən olsunlar kommunistlərlə. Bəli, onları döyüşdə öldürmək olar. Döyüşdə. Metroda yox, abi, yox, dedim gün orta. Yəni, döyüşdə öldürmək olar. Döyüş meydanında. O başqa şeydir. Döyüş meydanında və çox vaxt buna əsas o, cihad özlərini patladanlar var. Onlar dəlil gətirir ki, bəs öldürürlər bir dənə kafiri, ona 100 dənə müsəlman ölür. Deyir sana, bəs müsəlmanlar deyir ki, əşyalar Allah Taala qədərini belə yazıb da. Allah Taala qədərlərini belə yazıb. Yəni, onlar hansı məsələni gətirirlər? O, cihad bölümündə, cihad kitablarında, bölümündə deyilir ki, bir dənə məsələ var. O da tatarrus deyirlər ona. Yəni, düşmən gələndə müsəlman əsillərini qoyurlar qabaqda. Ki, vurma bilməyəsiniz də. İndi burada nə deyək? Vurmaq olar, yoxsa yox? Ha, qardaşlar? Vurmaq lazımdır, onlar yaxınlaşsalar, ölkəni ala bilərlər, qoşunu qıra bilərlər hamısı müsəlmanları. Lakin vurursan da daha orada artıq başqa yol yoxdur. Təbii ki, vuranlar da niyyəti oradakı əsilləri dəymək yox, oradakı kafirləri dəyməkdir. İndi daha orada öldü da, müsəlman, inşallah şəhid də o, daha hələ vəziyyətdə olub. Bunlar bunu dəli gətirirlər, ona görə patladırlar və deyirlər ki, ona görə bunlar dəli gətirir onu ki, patladanda orada müsəlmanlarla deyir ki, onlar da, yəni, bu başqa haldır, o başqa hal. Metro başqadır, burası döyüş meydanıdır. Aydındır, o döyüş meydanıdır belə olar. Metroda, avtobusda, bazarda yox. Aydındır qardaşlar, bax bunu çaşıblar, qarışdırıblar. O da elmsizlikdən ayıra bilməyiblər. Elə bilirlər, hər yanda olar bu. Əksində olmaz. Və Şeyx Rahimullah burada gətirir ki, yaxşı, çıxış yolu nədir? Şeyx burada çıxış yolunu deyir bizə. Çıxış yolu təlim. Elm öyrənmək, savad. Çünki biz bu problemlərə baxırıq, görürük ki, problemlər nədir? Səbəb? Cahillik, savadsızlıq. Yəni, Quran ayələrindən xəbəri olmamaq, olanda da ayıra bilməmək, yerində yerləşdirməmək, yerində qoymamaq, harada bunu istifadə eləmək olar, harada olmaz, harada olar, hansı şərtlərlə olar, hansı şərtlərlə olmaz. Ona görə Şeyx Rahimullah deyir ki, çıxış yolu təlimdir, elm öyrənmək. Ona görə Şeyx Rahimullah o Misrə gələndə deyir, şeyhlərdən biri söhbət edir, deyir, Şeyx Mobil Misrə gəlmişdi, deyir, təbii ki, namazdan çıxanda hamı ətrafında çıxırdı belə, hamı ətrafında çıxırdı, başlayır da suallar verməyə şeyxə və bu belə məsələlər, cihad, təkfir və s. Şeyx deyir, cavab vermirdi, deyirdi ki, ged elm öyrənin, ged elm öyrən, belə cavab verirdi, ged elm öyrən. Ged elm öyrən, hər şey bəyan edəcək, necə, nə haqdır, nə batildir, necə eləmək lazımdır, necə eləmək olmaz. Aydındır, indi belə deyəndə gedəm öyrən, deyir, qamət təkəbbürlülük. Belə deyəndə başqalarına, deyir, buna, hələ deyir, elm öyrən, nə qədər öyrən elə? Gör ki, bu artıq dözə bilmir, yəni, biz də saxlamışıq, bunu gelib dağıdıb tökəcək, yəni, qələbə çalacaq. Yox, qamət qoymur bir şey. Qamətlik deyil, bu şəriyyətimizdir, şəriyyətimiz belə deyir.
Bu da Rəbbani alimimizdir, rahiməhullah. Və sonra şeyx rahiməhullah gətirir məsələlər, hələn fitvası cavabı qutarmayıb. Biz cavabından faydalar götürürük burada, çıxardırıq. Aydındır. İnşallah gələn məclisimizdə davam edərik. Allah bilir. Selamun aleykum və rəhmətullah və bərəkatuhu.